Şimdi sizinlə həndəsə silsilənin izahına baxacağıq. İlk öncə ədədi silsilənin izahını kanalımızda yerləşdirmişdim. İndi isə həndəsə silsilənin izahına baxacağıq. Ədədi silsilənin həndəsə silsiləsində bir-birinə oxşardır. Sadəcə olaraq ədədi silsilədə ədəd elə bil üstəgələ gedir. Yəni necə məsələn 2, 4, 6, 8 bu şəkildə gedir. Amma həndəsə silsilədə vuruq şəklində gedir. Yəni məsələn 2, 4, 8, 16, 32 bu şəkildə. Məsələn birinci ədəd 2 üstəgələ 2 bu şəkildə getdiyə. Burada isə 2 vuraq şəklində gedir. Həndəsi silsilə ədədi silsilədən fərqli olaraq B1, B2, B3 və salam BN şəklində işarə olunur. Ədədi silsilədə demişdik ki, A-larla işarə olunur. İndi ədədi silsilədə olduğu kimi, ədədi silsilədə nə demişdik? Silsilə fərqi. Amma burada deyirik silsilə vuruğu. Axı burada vurma şəklində gedir. Ona görə silsilə vuruğu burada da Q hərfi ilə işarə olunur. Silsilə vuruğu. Silsilə vuruğu da necə tapılır? Ədədi silsilədən necə ki, sağdakını, soldakını çıxırıq. Burada da sağdakını, soldakına bölürük. Yəni B2 böl B1, B3 böl B2. Yəni bu şəkildə tapılır. İndi tutaq ki, bir dənə yazaq. Məsələn 2, 4, 8 və salam belə getsin. Deyirik ki, bax məsələn burada Q-nu tapsaq necə tapırıq? 4 bölünsün 2, 8 bölünsün 4. Hər birində silsilə vuruğu nəyə bərabərdir? 2-yə bərabərdir. Yenə də burada silsilə vuruğu nədir? Sabit şəkildədir və dəyişmir. İndi həndəsə silsilənin yenə tutaq ki, indi bizə ardıcıl verməyib hədlərini. İndi məsələn ardıcıl olanda böldük. Tutaq ki, ardıcıl verməyibdir. Necə ki, bəx ədədi silsilədə dediyimiz kimi tutaq ki, bizə verib, deyək ki, hər hansı bir hədd, deyək ki, verib B6 olsun 9, bir də məsələn B3 bərabər 72, deyək Q-nu tap. Q-nu tapmaqdan ötürü, baxın, bölürük B6-nın B3-ə. İndi nəyini yazırıq? Açılışını yazırıq. Yəni, B6-nın açılışı nədir? B1, əslində bu düstur kimi də deyə bilərəm. Sadəcə düstur əzbərləmədən elə bil eninci həddin düsturu belə yazılacaq. B1 vurulsun Q üstü N-1. Yəni, bu nə deməkdir? Məsələn, B6 bərabərdir. B1 vurulsun 1 əksi üstünə, yəni Q üstü 5 bu şəkildə. İndi B3-ün açılışı nə olur? B1 Q kvadratı. B1-lər ixtisar gedir. Q üstü 5 və Q üstü 2. Q üstü 5, Q üstü 2 nə qalır? Q-nun kubu qalır. Q-nun kubu, yəni 72-də 9-a bölsək 8, cavab olur Q bərabər oldu 2. İndi ümumi formula baxından bu düstur necədir? Mən yəni düstur əzbərləmədən tapmaq üçün deyirəm belə, amma düstur əzbərləmək istəyənlər düstur da əzbərləyə bilərlər. Necədir? Formulası belədir. Q üstü N-K bərabərdir B üstü N bölünsün B üstü K. Yəni, bu nə deməkdir? Yəni, bax, məsələn, indi bayaq yazdığım formula kimi, başqası olsun, formula kimi göstərsəm, deyək ki, məsələn, B8, bir də deyək ki, B4 verir. İndi, bax, Q-nun üzərində yazırıq ki, 8 çıx 4 bərabərdir B8 bölünsün B4-ə. Və bu şəkildə hesablayırıq. Yəni, Q üstü 4, yenə B üstü 8-in, B üstü 4-ün qiymətini yerinə yazırıq. 8 qiyməti nədirsə, onun şəkildə yerinə yazıb hesablayırsınız. Yəni, bu da forma kimi, düstur kimi də yadda saxlaya bilərsiniz. İndi silsilənin en həddini bildik. Silsilənin Q düsturunu bildik. İndi, məsələn, deyək ki, yəni bir nümunə yazaq. Məsələn, B1 bərabərdir 5-dir. Deyək ki, olsun, məsələn, Q-nu da verib deyək ki, 2-dir. Bizdən soruşur ki, məsələn, B8-i tap. Necə yazarıq? B8-in açılışı necə yazarıq? B1, Q üstü 7. İndi burada B1-in yerinə 5 yazıram, 2 üstü 7 yazıram. 5 bu, 2 üstü 7. Bu şəkildə hesablayıram. Sonra, deyək ki, bizə indi belə bir formula verib. Deyək ki, B2 bərabərdir 5 veribdir. Q bərabərdir 3 veribdir.
B9-u hesabla. Yenə məsələn forma kimi yazsam necə yazıram? B1 vur Q üstü 8 yazıram. Amma ki, mən burada B1-i tapmadan hesaplamaq istəyirəm. Necə ki, ədədi silsilədə dediyi indekslə D-nin qarşısındakı əmsal verilən ədədin indeksini verməlidir cəmi. Burada da eyni qaydadır. Məsələn, B2 yazırıq. 2-nin üstünə neçə gəlsəm 9 olar. 7 yazıram, 7Q. Bax, fikir verdiniz. Burada 7 ilə 2-nin cəmi 9 eləyir. Burada da asan şəkildə yerinə qoran 5, üstə gələk 7 vur 3. Bunu hesablayıram. Yəni silsilənin, yəni o şərt deyir ki, yenə burada nə olsun? B1 olsun. Sonra, indi necə ki, biz ədədi silsilədə dedik, eyni uzaqlıqda yerləşən ədədlərin cəminin, yəni ədəd ortası bərabərdir. Burada da eyni qaydada. Eyni qayda. Amma burada sadəcə olaraq həndəsi ortası deyirik bərabər. Həndəsi ortası. Həndəsi orta, yəni bilirsiniz, həndəsi orta kök altında neçə ədəd varsa da bir-birinə vururuq, kök altında üstündə sayını yazırıq. Yəni baxın, məsələn deyək ki, necə? Əvvəlcə yəni ən sadədən yazıram. B1, B2, B3. Burada B2 nəyə bərabərdir? B2 kök altında B1 vur B3-ə bərabərdir. Və yaxud da bunu bəzən kvabelə ilə köksüz yazırlar. B2-nin kvadratı bərabərdir. B1 vur B3. Çünki kökün dərəcəsi nədir? O şəkildə yazırsınız. İndi bax, yenə nəyə bərabər olduğunu tapmaq üçün indekslərini cəmləyib, neçə dənədirlərsə sayını, məsələn bu 2 dənədir, 2-yə bölüb tapırsınız. Birincisi 3 gəldi 4, 4-ü 2-yə böldüm 2. Məsələn bir başqasını yazaq. Deyək ki B1, B olsun, deyək ki 2, B4, B5. İndi gəlin baxaq, bunlar cəmləyək. 1, 2, 3, 3 üstə 4, 7, 7 üstə 5, 12. İndi 12 neçə dənədir? 4 dənədir. 12 4-ə bölsə 3 düşür. Deməli, bu B3-ə bərabərdir. İndi B3 üstü neçə yazacaq? Sayı neçə dənədir? 4 dənə. B3 üstü 4-ə bərabərdir. Və yaxud da siz başqasını, məsələn B1, B2, B3, vur B4, vur B5. Bu nəyə bərabərdir? Bax, cəmləsək 10, 15, 15-i 5-ə bölsək 3. B3 üstündə neçə yazarsınız? 5. Yəni, bu da ədədi, o ədəd ortaydı, bu isə həndəsi ortaya bərabərdir. Digər bir qayda, ədəd ortada necə dedik? İndekslərin cəmi eynisə deyir, bir formula A7 üstə gələk A8 bərabərdir. Məsələn, 7 üstə 8 gələndə 15, A9 üstə gələk A6 bərabərdir. Həndəsiz silsilədə də eyni qaydadır. Amma burada hasildə, hasil şəkildə. Deyək ki, məsələn yazıram, olsun deyək ki, B7 vur B8 bərabərdir. B9 vur B6-ya. Yenə baxın, indekslər cəmi bərabər olmalıdır. Neçə olursa olsun, burada da yəni eyni qaydalardır. Əslində eyni bir şeydir. Bir-birlərini oxşayırlar. Ədədi silsilədə, həndəsi silsilədə. Bir-birindən fərqi odur ki, sizdə bilin ki, həndəsi silsilə vurmadan, bölmədən ibarət olur. Ədədi silsilə toplama, çıxmadan ibarət olur. İndi keçək nəyə? İndi keçək ilk n həddinin cəmi düsturlarına. İlk n həddinin cəmi düsturu isə belədir. Sn bərabərdir. B1 vuraq. Birinci ədəd vurursunuz. Q üstü n. Burada n-1 deyil ha. Q üstü n. Məsələn 5-cidir mi? 5 yazırsınız. 6-cıdır mı? 6 yazırsınız. Çıx 1 bölünsün Q-1-ə. Yəni, məsələn, deyək ki, hər hansı hədd üstlərində göstərim. Deyək ki, S10-u yazmaq istəyirsiniz də, B1 vuraq, Q üstü 10, çıxılsın 1, aşağıda da Q-1 şəklində yazırıq. Digər bir düstur isə ilk silsilənin ilk n həddinin hasilidir. Tutaq ki, baxın, sizə deyirəm ki, ilk 8 həddinin hasilini tap. İlk 8 həddin, ümumiyyətlə düstur belədir. P bərabərdir kök altında birinci hədd, vur n-ci hədd, üstündə də n. Bu nə deməkdir? Tutaq ki, sizə deyirəm, ilk 8 həddin hasilini tap. Yazırsınız, P bərabərdir kök altında B1 vurulsun B8, bir də bunun üstündə 8. Verilən qiymətlərə görə onu hesablayırsınız. Və yaxud da bir başqa formasını deyək. Deyək ki, məsələn, ilk 15 həddin hasil olsun, ilk məsələn 20 həddin hasil olsun, fərqi yoxdur. Deyək ki, məsələn, ilk 15 həddin hasilini tap. Necə yazarsınız? P bərabərdir kök altında B1 vur, deyək ki, B15 üstündə 15. Bunu hesablayırsınız.
Bəzi indi məsələn, bax 1-in üstə 15 gələndə 16, 16-nın yarısı 8. Bu nəyə bərabərdir? B8-in kvadratını. Bəzən sizə B8-i verir. Məsələn, deyək ki, kök altında 2, 15-ci dərəcədən. Belə bir yəni qiymətlər verir sizə. Gətirsiz siz də bunun yerinə yazırsınız ki, bu B8-in kvadratı eləyir. Bir də üstündə 15. Gətirsiz yerinə qoyur. Hesablayırsınız. Yəni, ən çox bu şəkildə formulalarla verir. Digər bir silsiləmizin əsas düsturu sonsuz azalan. Ümumiyyətlə, məsələlərdə sonsuz azalan sözünü eşitdinizsə də və yaxud da sizə məsələn heç sözlə demir, 1, 2, 2-də 1, üstə gələk 8-də 1 və yaxud da belə bir yazı yazır və sonuna nöqtələr qoyur. Siz baxırsınız ki, bax 2-də 1, 8-də 1 gözü, 2-də 1 böyükdür, 8-də 1 balacadır. Bu azala gedirsə də, bu düstur cəmini sorçanda sonsuz azalan həndəsəsən cəmi 1 - Q-dur və burada yadasın Q yerləşir, 0-dan 1 aralığında yerləşir. Ümumiyyətlə, əgər siz məsələn bu düsturu götürüb bu verilən cəm düsturundan, adi cəm düsturundan hesablasınız, heç vaxt cavab ala bilməzsiniz. Hər zaman sonsuz azalan sözünü eşitdiniz, həddin azala getdiyini gördünüz, Q-nu 0-dan 1 aralığında gördünüz. Bilin ki, bu azalan, sonsuz azalan həndəsə silsilə düsturundan istifadə edəcəksiniz. Baxın, məsələn, gəlin, bir neçə yenə nümunəyə baxağın. Burada, məsələn, buradan bircə dəqiqə. Buradan başlayır. Bircə dəqiqə baxağın. Dəstə saati məsələlərdir. Baxın, məsələn, 47 nömrəli məsələyə baxaq, misala baxaq. Burada görürsünüz nə var? 2 üstə gələ 2-də 1. Bura baxırsınız, bu 2-dir, bunlar fərqlidir. Ona görə bu 2-ni qırağa qoyursunuz. Fikir verin, 2-də 1 üstə gələ 4-də 1 üstə gələ 8-də 1 gedir. Burada 2 bizi gözləyir. İlk silsilə B1-miz 2-də 1-dir. Q'muz, bax 4-də 1, 2-də 1-ə bölün, 2-də 1-dir. Həm də görürsünüz, sonunda nöqtələr var, azalır. Deməli, sonsuz azalan həndəsi silsilədir. 2-də 1 bölək 1 - 2-də 1 yazırsınız. O da neçə eləyir? 1 eləyir. Bir də əvvəldə 2-miz var idi axı. 2-nin üstə 1 gələndə cavab 3 edir. Sonra, məsələn, 49-da deyir, hədləri müsbət olan həndəsi silsilədə B3 12-dir, B5 48 olsa, sizə ilk 5 həddinin cəmini tapın. İlk 5 həddinin cəmini. İndi yenə ilk 5 həddinin cəmi varsa da S5 yazırıq. Nəyə bərabərdir? S5 bərabərdir B1 Q üstü 5 - 1 bölünsün Q - 1. Belədir də formulamız. B5-miz hazırdır. Bizə lazımdır B1-nə Q-nu tapmaq. İndi buradan B5-i gəlin əvvəlcə Q-nu tapaq. Q-nu tapsaq B5-in açılışı B1 Q üstü 4. Bu da B1 Q kvadratı. 48-i də 12-yə bölsəm 4 düşür. Bunlar yaxça gedir. Q kvadratı bərabərdir. Q-nu tapdıq 2. Q hazır. İndi B1-i tapaq. Deyək ki, B13 nəyə bərabərdir? B1 Q kvadratına bərabərdir. Bərabər 12. Q 2-nin kvadratı 4. 12 ilə 4-ə böləndə 3. B1-də 3-dür. Və sən Q-nu bildik. B1-i bildik. Sadəcə gətirib yerinə qoyub hesablayırıq. Deməli, B1-in yerinə 3 yazdım. 2 üstü 5 32 eləyir. Çıx 1. Bir də 2-dən 1 çıxanda 1. 32-dən 1 çıxanda 31. 31 də 3-ə vuranda 93 eləyir. Oldu Y variantında. Sonra burada məsələn sadəcə gəlin bu şərt 52-yə baxaq. B3-ü də açaq. Burada da yenə açılışda. Məsələn, necə ki ədədi silsilədə əsas açılışdır. Burada da əsas məsələ açılışları bilməyinizdir. Q kubu. B1-ləri göndərdim. Q-nun kvadratıdır. Burada da Q-nun kubudur. İləvi qaldı 2Q bərabərdir 1-ə. Onda Q-nu nə tapıram? 2-də 1 tapıram. Q 2-də 1 imiş. İndi buradan da açaq. B1 üstə gələk B1Q bərabər 12-yə. B1-i ortaq vuruq çıxartsam, yerində 1 üstə gələk Q bərabərdir 12-yə. Q 2-də 1-i bilirəm, yerinə Q-nu 2-də 1 tapmışam axı. B1 vuraq.
1-in üstünə 2-də 1 gələndə 1,5, 12-ni də 1,5-ə bölək. 12 və yaxud da belə deyək də 2-də 3, lap kəsr şəklində 3-də, tərsinə çevirəndə 3-də 2. 12-nin üstü 4, 8. B1-imiz 8 imiş. Bizdən ilk 4 həddinin cəmini soruşur. İndi baxın, B1 var, Q var. Da B8-i tapmaq, S8-i tapmağımın nə var ki? Yerinə qoyursunuz silsilə cəmindən hesablayıb tapırsınız. Yenə baxın, burada da açılışdır. Açırsınız. Sistem kimi Q vuruğunu tapırsınız. Sonra, məsələn, 69-a baxağın. İndi baxın, burada B1, B2, B3, B4, B5 bizə nə bərabər? Gəlin cəmləyək. 10, 14, 15. 15-i də 5-ə bölsək 3. Deməli, bu nəyə bərabərdir? B3 üstü 5-ə. Bu bizi gözləsin. İndi baxın, B1, B11. 12, 12 2-yə böləndə 12 2-yə böləndə və ya hamı bu tərəfdə B9 da var. Gəl ona görə açaq. B9-a fikir vermədim. B9-da B11-i də açaq. B1 Q üstü 10 bərabərdir. Kökdə 3. Bu da B1 Q üstü neçə olacaq? 8. B1 ilə bu B1-in biri getdi. Q üstü 8 ilə bu Q üstü 11 yerdə qaldı. B1 Q kvadratı bərabərdir. Kökdə 3. B1 Q kvadratı nəyə bərabərdir? B3-ü verir. Deməli, bizim B3-ümüz kökdə 3-dür. Burada da B3-ü tapmışam axı. Kökdə 3, üstündə 5. Vəssalam. O da 3 üstü 5 yazıram. Yəni 5 bunun üzərinə gedir. Axı 3 üstü 4 vur 3 yazsam. 3 üstü 4 isə 3-ün kvadratı kənara çıxdı. 3-ün kvadratı neçə eləyir? 9 kökdə 3. Deməli, cavabım B variantı. Gördünüz, həm silsilə cəm düsturundan, həm ədəd orta düsturundan istifadə edərək cavabı aldım. İnşallah izahımız sizin üçün faydalı olmuştur. Sağ olun.